Əsgər valideynləri yaxın otursun. Tam yaxın oturun. Çevirməyi diqqətlə qulaq asın. Deməli, əsgər valideynlərinə bir şad xəbərim var. Əsgərsel tarifi yaradılır. Əsgərlər valideynləri ilə, yaxınları ilə 5 nömrə ilə internetsiz, ümumiyyətlə SMS-siz, internet paket olmayacaq. Ancaq zənglə əlaqə saxlaya biləcəklər. Bunun üçün gələn ildən işlərə başlanılacaq və hərbi hissələrə xüsusi cihazlar gətiriləcək və əsgərlər onu alacaq. Xüsusi nömrə olacaq. O nömrə vasitəsilə əsgərlər öz ailələri ilə rahat telefon əlaqəsi qura biləcəklər. Bu qədər. Əsgərlər üçün, əsgər valideynləri üçün hər bir şərait yaradılır və bundan sonra da yaradılacaq. Allah ordumuzu qorusun. Dövlətimizi qorusun.